Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Məni Instagramdan izləyə bilərsiniz. Ödənişli dərslər üçün müraciət edə bilərsiniz. Tezliklə bizim 2026-27-ci tədris ili üçün qruplarımız yığılacaq və qeydiyyatımız artıq başlayıb. Mənə Instagramdan yazaraq qeydiyyatdan keçə bilərsiniz. Bugünkü dərsimizdə isə biz Xaçla yürüşlərindən danışacağıq. Belə ki, bu sərib yürüşləri dünya tarixinə böyük təsir gücünə malik olmuşdu və nəticələri də ümumi tarixin gedişatında mühüm olmuşdu. Hələ 4-cü əsrdə Roma imperiyası parçalanmışdı şərq və qərb hissələrinə və qərbdə əsasən Roma papası başçılıq edirdi xristian kilsəsinə, şərqdə isə patriarx başçılıq edirdi. Patriarxlar pravoslav kilsəsində ən yüksək ruhani rütbə hesab olunurdular. Qərbi Roma imperiyasını sonradan süqut edir, onun xarabalıqları üzərində yeni Avropanın barbar başçıları dövlətlər qururlar, sonra Frank imperiyası yaranır, Frank imperiyası parçalanır. Onların qalıqları üzərində də feodallar öz arasında mübarizə aparırlar. Feodal dağınıqlıq dövrü baş verir və bu mübarizədə Roma papası da iştirak edirdi. Onun məqsədləri var idi. O istəyirdi ki, Avropada bütün gücləri özünə ram etsin, tabe etsin və öz üstünlüyünü onlara qəbul etdirsin. Xristian dünyasında da hakim mövqedə olsun. Bunun üçün də aktiv şəkildə bu dağınıqlıqlardan istifadə edib öz hakimiyyətini yaymağa çalışırdı. Roma papası və patriarx arasında xristianların vahid lideri olmaq üstündə mübarizə nəticəsində 1054-cü ildə xristian dini və kilsəsi rəsmi olaraq iki yerə bölündü. Qərb və şərqə, qərbdə katolik kilsəsi, ümumdünya kilsəsi, şərqdə isə pravoslav kilsəsi, həqiqi din kilsəsi olaraq adlanmağa başladı və şərqdəki kilsənin başçısı patriarx, qərbdəki kilsənin başçısı isə Roma papası idi. Roma papasının özünün qoşunları olmasa da onun vahid şəkildə idarə etdiyi keşişləri vardı. Onlar güclü təbliğatlar aparırdılar. Ümumiyyətlə feodal dağınıqlıq dövründə Qərbi Avropada mərkəzləşmiş qaydada idarə olunan yeganə təşkilat katolik kilsəsi idi. Bu Roma şəhəri və onun ətrafı Papa vilayəti adlanırdı və Papanın öz mülkiyyəti kimi idarə olunurdu. Həmçinin iri torpaq sahibi idilər. Avropada becərilən torpaqların 1/3-i onlara məxsus idi. Qərbi Avropa əhalisi kilsəyə 1/10 vergi ödəyirdilər və papalar özlərini yer üzünün də Tanrının canişini kimi qələmə verirdilər və istənilən şəxsi bağışlama hüququna malik olduqlarını deyirdilər və beləliklə cənnət qəbzləri satırdılar. Əhaliyə pul müqabilində və daha sonra bir sıra xristian dini ayinləri var idi ki, xaç suyuna salınma, kəbin və s. Bunlar dışında kilsəyə pul ödənməli idi və sayısız hesabsız xristian müqəddəslərinin yaranmışdı həmin dövrdə, bu dövrdə. Və bu dövrdə onların şərəfinə bayramlar keçirilirdi və onların üçün də pul ödənməli idi. Beləliklə bu sərvətlər çoxalırdı və Roma papasının gücü artırdı. O artıq ən varlı şəxsə çevrilmişdi. Hətta bir sıra ölkələrə belə borc verirdi Roma papası. Bugünkü Amerika olaraq fikirləşə bilərsiniz. 1000 il əvvəl bugünkü ABŞ-ın yerində Roma papası var idi. Və əgər kimsə kilsənin qaydalarını qəbul etmirdisə, onu tənqid edirdisə, kilsə tərəfindən təqib olunurdu. Bidətçi adlanırdı. Bidətçi dinindən dönən deməkdir. Və inkvizisiya olunurdu. Kilsə məhkəməsinə verilib, onun əmlakı müsadirə olunurdu, özü də öldürülürdü, qətlə yetirilirdi. Ümumiyyətlə, papalar Qərbi Avropa üzərində siyasi hakimiyyətə sahib olmaq uğrunda Almaniya imperatorları ilə mübarizə aparırdılar. Çünki onlar da, sonradan biz danışacağıq başqa dərslərimizdə ki, papalar ilə mübarizə aparmışlar sırf hakimiyyət uğrunda. Və bu mübarizənin nəticəsində ən çox əziyyət çəkən də elə sadə xalq idi. Qərbi Avropada ölkələrin asayişi pozulmuşdu, istehsal dayanmışdı, iqtisadi həyat iflic olmuşdu. Əhali aclıq, səfalət içərisində yaşayırdı və bu da üsyanların, narahatlıqların, özbaşınalıqların səbəb olurdu. Roma papası da bunun qarşısını almaq üçün götürür, qüdsə olan sevgini canlandırır və din uğrunda mübarizəyə əhalini çağırır. Yəni, heç bir şeyiniz yoxdursa, gəlin birimlə səlib yürüşlərinə çıxaq, oradan nə gətirdi sizin olacaq. Bu kimi çıxışlar edirdi. Ən çox da bunlar müqəddəs şəhəri Qüdsü azad etmək uğrunda həmçinin təbliğatlar aparırdı. Həmçinin deyirdi ki, kim bu səlib yürüşlərində iştirak etsə, onun günahları bağışlanacaq. Bu cür təbliğatlar aparılırdı. Digər tərəfdən də türk axınları və Konstantinopolu tutmaq istəyirdilər. Bu zaman Bizans da zəif idi və Roma papasından kömək istəyirdi. Roma papası da öz gücünü, nüfuzunu yaymaq üçün
eyni zamanda öz hakimiyyətini qəbul etdirmək üçün bundan istifadə etməyə çalışır. Həmin dövrdə Roma papasının o qədər güclü nüfuzu artmışdı ki, hətta İngiltərə, Polşa, Danimarka kralları belə özlərini papanın vassalı hesab edirdilər. Yəni ondan asılı olduğunu qəbul edirdilər. Xaçlı yürüşlərinin ümumi səbəbləri var idi. Bunlara bir baxaq. Avropanın daxilində gedən müharibələr, feodal dağınıqlıq, aclıq, səfalət, xəstəliklərin artması, Bizansın təkidlə kömək istəməsi və Xaç və Ayparanın mübarizəsi. Xaç orada xristianlıqda, Aypara isə İslam dininin mübarizəsi nəzərdə tutulur. Və beləliklə 1095-ci ildə Clermontda 2-ci Urban, Papa 2-ci Urban bir çıxış edir və bu çıxışda xaçlı yürüşlərin başlamasına səbəb olur. O qeyd edir ki, xristianlar İsa'nın qəbrini azad etməlidirlər. İsa'nın qəbri də o zaman Fələstində, Qüdsdə yerləşir. Müqəddəs torpaqları müsəlmanlardan təmizləmək lazımdır. Bunun üçün yürüşə çağırır xristianları və beləliklə feodal cəngavərləri öz yaxalarına xaç vururlar və yürüşə çıxdıqlarını bildirirlər. Bütün bu çıxış bütün Avropaya yayılır və böyük həyəcan coşquyla qarşılanır Avropada və hər yerdə yürüyüş hazırlıqları başlanırlar. Xaçlı yürüşlərində iştirak edən kəndlilər feodal istismarından qaçmaq istəyirlər və yeni torpaq əldə etmək istəyirlər. Digər tərəfdən feodallar özləri yeni kəndli və torpaq istəyirlər, qarətçiliklə məşğul olurdular. Roma papası isə öz hakimiyyətini genişləndirmək istəyirdi. Ümumiyyətlə 4 xaçlı yürüşü baş vermişdir və birinci xaçlı yürüşü 1096-1099-cu illərdə, başqa adıyla 11-ci əsrin sonlarında baş vermişdi və 2 dalğası olmuşdu. Birinci dalğası əsasən başı pozuq kəndlilər kimi dəstələrdən ibarət idilər və onlar keçdiyi yerdə qarətçiliklə məşğul olmuşdular. Onların başçısı Pyotr adlanmışdı. Onları görən Bizans imperatoru çox məyus olmuşdu. Çünki pis silahlanmışdılar və hərb işini bilmirdilər və onları Səlcuqlar tərəfindən tez köçürür. Lakin Səlcuqlar tərəfindən bu dəstə məğlub olur. Daha sonra 1096-cı ilin payızında daha mütəşəkkil bir dəstə gəlir. Fransa, Almaniya və İtaliyadan qraf hersoqlardan ibarət, böyük bir cəngavərlərdən ibarət xaçlı orduları gəlir. Bunlar daha nizamlı, intizamlı idilər. Bir başçıları yox idi. Amma Bizans imperatoru onları gördükdə artıq başa düşür ki, bu xaçlı liderləri tutduqları ərazilərdə öz qraflıqlarını, ölkələrini yaratmaq istəyirlər. Buna görə onlarla bir müqavilə bağlayır. Onlar türklərdən alınacaq yerlər Bizansa verilməli idi. Bunun əvəzində Bizans imperatoru xaçlıları ərzaq və hərbi yardım göstərəcəkdi. Daha sonra xaçlı komandiri yox idi dediyim kimi. Onlar bir məclis keçirirlər, məclisdə qərar qəbul edirlər və bu savaşda Səlcuqlar məğlub olurlar və xaçlılar Anadoludakı Səlcuqları məğlub edəndən sonra Aralıq dənizinin şərq sahilləri boyunca öz ölkələrini qurmağa başlayırlar və burada Edessiya qraflığı, Antioxiya knyazlığı, Tripoli qraflığı və Qüds krallığı yaradılır və Qüds krallığı ən böyüyü və ən güclüsü idi. Digər 3 qraflıq və krallıqlar ona tabe idilər. Bu dövrdə xaçlı yürüşlərin qalib gəlmə səbəbi Səlcuqların həmin dövrdə zəifləməsi idi. Bundan sonraki dövrdə Səlcuqlar daha mütəşəkkil şəkildə birləşirlər, sultanlıq və bəyliklər və düşmənə qarşı müqavimət göstərməyə başlayırlar və bu da öz bəhrəsini verir. İkinci xaçlı yürüşü artıq 12-ci əsrin ortalarında 1147-1149-cu illərdə əhatə etmişdir. Burada Mosul əmiri xaçlıları məğlub edir və Edessiyanı tutur və buna cavab olaraq 1147-ci ildə ikinci xaçlı yürüşü başlayır. Lakin bu yürüş də 1149-cu ildə uğursuzluqla nəticələnir. Bunun da səbəbləri iştirakçılar arasında ziddiyyətlərin olması, Bizansın onlara dəstək verməməsi və Səlcuqların da mübarizə aparması idi. Bundan sonra 1189-1192-ci illərdə 3-cü xaçlı yürüşü baş verir. Burada da xaçlılar ağır zərbə alırlar, məğlub olurlar. Misir hökmdarı Səlahəddin Əyyubi 1187-ci ildə Təbəriyyə döyüşündə Qüds krallığının qoşunlarını, xaçlı ordusunu darmadağın edir və Qüds bu dövrdən sonra səlibçilərdən azad olur. Bu xəbər də bütün Avropanı sarsıdır. Qüdsü geri almaq üçün 1189-cu ildə Almaniya müqəddəs Roma imperatoru Fransa və İngiltərənin krallarının iştirakı ilə 3-cü xaçlı yürüşü baş verir. Bundan sonra İngiltərə və Fransa kralları Qüdsə getmək üçün dəniz yoluna istifadə edirlər. Müqəddəs Roma imperatoru Friedrich Barbarossa idi. O da quru yoluna üstünlük verir.
Anadoluda qırğınlar törədən Alman ordusu Konya şəhərini ələ keçirib dağıntılar məruz qoyur. Digər tərəfdən Göyçü çayını keçərkən Alman imperatoru suda boğulub ölür. İmperatorun ölümündən sonra da ordu dağılır. Suriya və Fələstin əhalisi fəlakətdən xilas olur. İngilis və Fransız kralları da Qüdsü ələ keçirmək istəyi baş tutmur. 1192-ci ildə bu yürüş də məğlub olur, uğursuzluqla nəticələnir və 4-cü Xaçlı yürüşü 1202-1204-cü illərdə baş vermişdi. 13-cü əsrin əvvəlləri. Və bu 4-cü Xaçlı yürüşündə Romanın xristianlığın tək mərkəzi olmasını istəyən Papa 3-cü Innokentinin rəhbərliyi ilə olmuşdu. 3-cü Innokenti yürüşün məsrəflərini qarşılamaq üçün vergi təyin eləyir və səfərin Misir üzərinə olmasını qərarlaşdırır. Əvvəlkilərdən fərqli olaraq bu yürüşə yalnız dəniz yolu ilə getməyi planlaşdırılırdı. Bunun üçün də çoxlu gəmiyə ehtiyac var idi. Bunun üçün də dəniz donanmasına malik Venesiya ilə danışıqlar aparılır. Venesiya kömək vəd eləyir və Venesiyadan gəmilər kirayəyə götürülür. Bu yürüşdə Bizans istiqamət almasının səbəbi Venesiyanın şərq ölkələri ticarətdə Bizansla rəqabət aparması idi və Katolik kilsəsində patriarxa düşmənçilik etməsi idi. Buna görə də istiqaməti Bizansa yönəldirlər. 1204-cü ildə Xaçlılar Konstantinopolu hücumla tutaraq qarət eləyirlər və Xaçlılar burada Latin imperiyası yaradırlar. 1204-1261-ci illəri əhatə edir bu Latin imperiyası. Xaçlıların bu şəhər üzərində ağalığı 57 il davam edir və öz paytaxtlarını qaytarmaq üçün Bizanslılar uzun müddət onlarla mübarizə aparırlar. Nəticədə 1261-ci ildə sərhədçilər Konstantinopoldan qovulur və Bizans imperiyası yenidən bərpa olur. Lakin imperiya artıq əvvəlki qüdrət əzəmətini itirmişdi bütün dağıntılara, qarətçiliyə görə. Və bütün bu vəhşiliklər Xaç yürüşünün siyasi məqsədini daha qabarıq şəkildə özünü büruzə verməyə başlayır. Sofiya kilsəsinin qarət olunması ilə din uğrunda mübarizə aparan müharibənin iştirakçıları kimi təqdim olunan Xaçlıların əsl üzü göstərilir və şərq ölkələrini istila etmək üçün 4 Xaçlı yürüşü təşkil olunmuşdu. 1-ci və 4-cü yürüşləri Roma papasının çağırışı ilə baş vermişdi. Daha sonra 2 və 3-cü yürüşlər uğursuzluqla nəticələnmişdi. 4-cü yürüşdə Konstantinopol tutulmuşdu. 1-ci yürüşdə isə Qüds tutulmuşdur. Və 1-ci yürüşdə demək qraflıq və krallıqlar yaranmışdı. 4-cü yürüşdə də Latin imperiyası yaranmışdı. Yəni bu oxşar, buna görə üstündən keçirəm ki, oxşar fərqli cəhətlərini yadda saxlayasınız özünüz üçün. Bundan sonra 11-15-ci əsrlərdə Rekonquista hərəkatı baş vermişdi. Demək, biz əvvəlki dərslərimizdə danışmışdıq ki, Abbasilər xilafətin başında, demək, Ərəb xilafətinin başına gəldikdən sonra Əməvilər onların hakimiyyəti ilə razılaşmaq istəmirlər və gedirlər özləri üçün Pireneya yarımadasında Kordova əmirliyi qururlar və bu Kordova əmirliyi çox böyük inkişaf etmişdi. Elm mədəniyyət mərkəzi olmuşdu. Bir sıra Avropalılar gedib orada elm təhsili alırdılar, mədəniyyətlə məşğul olurdular, astronomiya, cəbir və sair elmlər öyrənirdilər. Hətta müasir rəqəmləri orada Kordovada gedib öyrənmişdilər ərəblərdən. Daha sonra bunların güclənməsi və İspaniyanın tutmalarından sonra Roma papası səlibçilərdən və Avropadan ərəblərin Pireneya yarımadasından qovulmasını, müsəlmanların qovulmasını çağırışını edirdi. Və bu çağırış Rekonquista adlanırdı. İlk vaxtlar Kordova əmirliyi, Kordova xilafəti başqa addan onlara qarşı qoya bilirdi. Çünki birlikli idilər. Sonradan onlar öz aralarında daxili çəkişmələr nəticəsində parçalanırlar əmirliklərə və bundan sonra səlibçilər bir-bir o əmirlikləri əldə edirlər və nəticədə bircə müsəlmanların əlində 14-cü əsrdə Granada əmirliyi qalmışdı. Sonra 1479-cu ildə Kastiliya və Aragon dövlətlərinin birləşməsi ilə vahid İspaniya krallığı yaranır. Bu hadisə İspaniyada kral hakimiyyətinin güclənməsində mühüm addım olur. Navarranı da Fransa ilə öz aralarında bölüşdürürlər. İspaniya bundan sonra daha da güclənir. 1492-ci ildə də İspaniya krallığının ordusu Granadanı işğal edir və ərəblər Granadanı onların və Yahudilərin mülkiyyəti ilə yanaşı dini azadlıqlarının saxlanması şərti ilə təslim etsələr də İspanlar verdikləri vədləri əməl etmirlər və müsəlmanlar Yahudilər ya da xristianlığı qəbul etməli ya da İspaniyanı tərk etməli idilər. Onların böyük hissəsi də Afrikaya köçürüb bundan sonra. Beləliklə Pireneya yarımadasında yalnız xristian dövlətləri olan Portuqaliya və mərkəzləşmiş İspan krallığı qalır. Və bundan sonra xristianlar Pireneya yarımadasını ələ keçirəndən sonra buradakı məscidləri bir-bir kilsələrə çevirirlər.